Futsalda komandanın qayda pozma limiti 5-dir. Bəs oyunçunun qayda pozma limiti neçədir? Oyunçunun yoxdur. Komandanınki 5-dir. 5 də olduqdan sonra oyun hansı... Futbolla eynidir də, Yox, ay müəllim, yox, futbolda elə bir şey yoxdur axı. Komandanın qayda pozma limiti falan futbolda yoxdur. Futsalda var. Futsalda komandanın qayda pozma limiti nə qədərdir? 5 dediniz. Ayso 5'dir. Oyunda 5 olduqda... Nə tər müəllim? 10 metre ona baxır da. Bəli, 10 metrə 5'ə baxır. Buyur Amalya müəllim. Aha. Sonra gəldik nəyə? Futsal neçə nömrəli topla oynanılır anam? 4 nömrəli. Qəşəng 4 nömrəli. Futsalda mübahisəli topdan neçə metr məsafə gözləyirdilər? 2 metr. Aha. Futsalda mübahisəli topdan neçə metr idi? 2 metr. Bəs mərkəzdə neçə metr idi? 3 metr. Qəşəng mərkəzdən isə 3 metr məsafə gözlənilirdi. Yaxşı. Mərkəzdən isə neçə metr idi anam? 3 metr məsafə gözlənilirdi. Aha. Mərkəzdən top birbaşa ayın birindən Hikmət müəllim. Mərkəzdən birbaşa qol qeydə alınırdı mərkəzdən. Bəli müəllim. Aha. Bəs yan xəttdən top rəqib komandanın qapısına daxil olduqda birbaşa qol qeydə alınırdı. Bəli müəllim. Hə? Bəli. Yan xəttdən birbaşa qol qeydə alınır Yox, anam. yan xəttdən xeyr, yan xəttdən yox, küncdən alınır. Ayso, yan xəttdən birbaşa qol qeydə alınmırdı, amma Küncdən alınır. hə, küşdən zərbədən birbaşa qol qeydə alınırdı. Künc qövsünün radiusu nə qədərdir anam bu oyunda? 0-dan %25. Qəşəng, yaxşı. Top son olaraq hakimiyyət toxunub istiqamətini dəyişərsə oyun hansı zərbə ilə bərpa olunurdu? Küncdən müəllim. Aha, top son olaraq müəllim hakimə dəyib istiqamətini dəyişərdisə. Qapıdan deyilmi? Hakimə dəyib istiqamətini dəyişərdisə anam mübahisəli topdur, yadında saxla. Mübahisəli top. Bəli, top son olaraq müdafiə olunan komandanın oyuncusunun toxunuşundan sonra qapı xəttin hava ilə və yaxud da yerlə keçərsə oyun hansı zərbə ilə bərpa olunur? Müdafiə O da olunan. küncdən. Ayso, küşdən zərbədir. Oyunda qapıdan qapıya zərbə qoldu. Bəli müəllim. Xeyr, qapıdan qapıya zərbə qol deyil. Oyunda 4 halda qol qeydə alınmırdı rəqib komandanın qapısına birbaşa. Bəli. Qapıdan qapıyadır, sərbəst zərbədir, yan xətti, mübahisəli top. Aha, sonra gəldik nəyə? Futbolda neçə halda? Futbolda 3 dənədir, sərbəst zərbə, yan, mübahisəli. Aha, sərbəst zərbədir, yandı, bir də mübahisəli topdur. Yaxşı. Futsal olimpiya idman növüdür, qeyri-olimpiya. Qeyri-olimpiya. Qəşəng. Futsalda ofsayt hansı zərbə ilə bərpa olunur? Yoxdur mənim. Qəşəng, ofsayt yoxdur. Komandanın qayda pozma limiti ikinci hissədən əlavə vaxta keçmir. İkinci hissədə keçirməli. Aha, ikinci hissədən əlavə vaxta keçirdi. Bəs birinci hissədən,